Seyfullah Bey, tekrar huzurunuza çok teşekkür ederim. Başarıların devamını diliyorum. Çok sağ olun, var olun. Hoş geldiniz. Yalışığın inanmırım, yarım gözləyər məni. Əgər yarım vəfalıdır, yarım gözləyər məni. Yəqin gözləyər məni, yəqin gözləyər məni. Yaxınlaşıb görüş yerinə, inanmıram mən gözlərimə. Yaxınlaşıb görüş yerinə, inanmıram gözlərimə. Mənim yarım çoxdan gözləyir. Aman yağış yağma yağış. Əllərini bərk-bərk sıxıram, qucaqlayıb hey öpürəm. Yağış yağır inanmıram, yarım gözləyər məni. Əgər yarım vəfalıdır, yəqin gözləyər məni. Yağış yağır inanmıram, yəqin gözləyər məni. Əgər yarım vəfalıdır, yəqin gözləyər məni. Yəqin gözləyər məni, ay ay ay, yəqin gözləyər məni. Kökü dəyişir. İstanbul necə bu? Görürük. Çox gözəl bir duyğudur. Çox arzulamışdıq vaxtında, zamanında. Çox şükürlər olsun ki, bugün biz İstanbuldayıq böyük bir dəstəklə, böyüklərimizlə, sənətçilərimizlə, sənət yoldaşlarımızla və Seyfullah bəyə çox dərin təşəkkürümüzü bildiririk ki, sahib seçib bizi dəvət eləyib, çağırıb biz də böyük məhəbbət ilə, sevgi ilə, sayğı ilə İstanbulun gəzintisinə çıxmışıq. İstanbulu görmək hər kəsə nəsib olsun ya. Amin. Gözəl bir yer. Bütün Türk dünyasına, böyük Turan elinə, Türk dünyasına, o cümlədən qara papaqlara mənəvi birlik arzu edirəm. Amin. Bugün hər birimizin birliyidir və bugün nağıllar aləmindəyik sanki. Çünki İstanbul bir tarixdir, İstanbul bir tarixi bir şəhərdir. Ona görə məndə iki qat bir bayramdır. Həm dün O Ses Türkiye'də başka finala keçdim. Ama bugün de bir aradayıq sizlerle. Ona göre Seyfullah Bey'e çok derin teşekkür ederim. Qoy Türk dünyası her zaman böyle bir arada, bak böyle bir tarihi hadiselerle birlikte olsun birliğimiz. İnşallah, teşekkür ederim. İnşallah. Benim Türkiye seferim çok olmuştu ama bu defaki seferim çok güzeldi. Ben hala da o Topkapı'nın panoramından ayrıla bilmirəm. Onun duyguların içərisindəyəm. Onu yapanlara da Allah can sağlığı versin, yaptıranların da ömrü uzun olsun. O kadar möhtəşəm bir resim əsəri işləmişlər ki orada. Sanki canlı bir döyüşün içərisindəsin. Bugün de bizi dəniz gəzintisinə çıxarmışlar. Bu grupu təşkil edənlərin hamısına təkər-təkər təşəkkürümü bildirirəm. Benimle gələn Rüfət bəyə öz dərin təşəkkürümü bildirirəm. Biz beraber oradan yola çıxmışıq. Rüfət bəy, sizə çox minnətdaram ki, mən sizin sayənizdə bu cəmiyyətin içərisinə qatılmışam. Sizin sayənizdə mən belə gözəl insanlarla yaxından tanış olmuşam. Hepinize saygılar, duygular, sevgiler. Saadet Hanım'ın da bir sözü var. Güzel. Hanım da danışdı. Deyirəm ki, bugün doğrudan da elə bil ki, həyatımız boyu yediklərimizin üstdən dodaqlarımıza bal çəkildi. Allah saxlasın Qara Papaq oğlu Türk soyu. Bu gözəl günləri o göstərdi bizə. Deyir, İstanbuldan gələn gəmim bənd olar, qaydanda onun yükü qənd olar. Bizim indi yükümüz qənd şəkərdir. Azərbaycana qəndlə qaydırıq. Allah saxlasın Türk dünyasına. Atlar yorğun gəlir, sarı köynək, sarı kofta, badam gözləri, sarı köynək, sarı kofta. Sağ olun, teşekkür ederim. İpək Yolu Televiziyasına teşekkür edirik. Sözlə ifadə edilməyəcək anlar yaşayırıq. Dünən Türklük adına böyük bir şölənin, böyük bir qurultayın şahidi olduq. Bugün həmin qurultay iştirakçıları ilə birlikdə hörmətli Seyfullah bəyin təşəbbüsü ilə biz İstanbulu Körfəzin gəzintisinə çıxmışıq. Türk dünyasını hər zaman belə sevincli görməyi arzulayırıq. Türk xalqı, Türk dünyası bunu haqq eləyir. Düşünürəm ki, bu bizim qələbələrimizin
başlanğıcı olacaq. Dünən İstanbulda baş verənlər, İstanbulda dünən Dünya Qarapapaqlarının birinci qurultayı bütün Türk dünyasına barış mesajı verdi. Biz o barış mesajını hər zaman dəstəkləyirik və hər zaman Türk dünyasının birliyini arzulayırıq. İnşallah millətimizə xeyirli uğurlu olsun. Borçalımıza, Güneyli, Kuzeyli Azərbaycanımıza, Türkiyəmizə, Anadolumuza, Doğu Türkistanımıza, Bayır-Bucaq Türklərinə bu sevincli anlarımız barış nəsib eləsin inşallah. Mən birinci dəfə döy İstanbula gəlməm, bu 4-cü səfərimdir. Bu tamamilə başqa bir səfər oldu. Nə deyim, qara papaqlar, bizim türklüyümüz buradan elə birləşdik, bir gəzi yapırıq və bir-birlər, musiqilər bir-birlərinə deyirlər. Çox belə fəxr edirəm ki, belə bir şeyə rast gəldim. Bu tamamilə bir başqa səfər oldu mənim üçün. Çox sağ olun. Muhteşem bir gün, muhteşem güzel insanlarla birlikte çok güzel eğlenceli zaman geçiriyoruz. Hayır, Bursalıyız. Bursa. Çok güzel, bildiğimiz şehir. Çok güzel, çok eğleniyoruz. Arkadaşlarımızla, paylaşımlarımız güzel. Çok mutluyuz, çok teşekkür ederim. Teşekkür ederiz. Konuşmak isteyen başka? Teşekkür ederim. Hadi bakalım, gel. Allah kuvvet versin Türkiye'mize. Çok gurur vericidir. Ben arkadaşlarıma da anlattım ki Türk'ün böyüklüğünü dərk etmək üçün, Türk'ün dövlətçilik mədəniyyətini dərk etmək üçün bir İstanbul'un nizamı, İstanbul'un gözəlliyi bəhs eləyər. Və çox xoşdur. Çox xoşdur bu günləri yaşamaq. Bizim burada bir böyük toplantımız oldu. Selenizey Otelində Qarapağ Türklərinin birinci qurultayı. Bu təməl qoyma mərasimində mən də iştirak elədim. Və çox xoşdur ki, məhz İstanbul şəhərində, şəhərlər şəhərində Qarapaqların toplantısı yapıldı, onun birinci qurultayı oldu. Mən arzu edərdim bu davamlı olsun inşallah. Gələcəkdə həm İstanbulda, həm Türkiyənin başqa bölgələrində, həm Gürcüstanda, Borçalıda, həm Azərbaycanda, bütün Doğu Türkistanda keçirilsin. Çünki biz zaten səpələnmişik bir çox yerlərə tarixi torpaqlarımızın. Və şükür ki, biz bir gün hamımız müxtəlif coğrafiyalardan bir araya toplandıq və çox sevindiricidir bu günləri yaşamaq. İnşallah nəsib olsun həmişə yaşamaq belə günləri. Bugün Qarapapaqlarla birgə İstanbul'u gəzmək necə? Təbii ki, İstanbul dünyanın mərkəzi, həm də Türk dünyasının mərkəzidir. İstanbul həm də Türk dünyasının gələcəyinin qarantı olan bir yerdir. Həm də Türk'ün bütün düşmənlərinin göz dikdiyi bir diyardır. Və gəzib təbii ki, qürur duyuruq. Türkiyə yerindədir. Türkiyə güclüdür. Türkiyənin yenilməsi mümkünsüzdür. Bayır-Bucaqda da məsələ bitəcək. Türkmənlər baş qaldıracaq, öz sözünü deyəcək. Türkiyə bu işdə dünyanın bir şər tərəfi olan Rusiyanı yenəcək. O cümlədən bizim Borçalı türkləri bir parası olarak buradayıq. Borçalı türklər də Gürcüstanda mən varam deyəcək, dik duracaq. Gürcüstan həm də bizim babalarımızın qurduğu dövlətdir. Nə qədər Gürcülərin qurduğu dövlətsə, babalarımız da o dövlətin var olmasında əməkləri olan bir insanlar olub. Borçalı cəmiyyəti də ərənlərimizin, igidlərimizin, babalarımızın qoyduğu yolu bir çağdaş zamana uyğun olaraq davam etməkdədir. Və güman edirəm ki, Borçalıda da o sorunlarımız aradan qalxacaq. Kərkükdə də sorunlarımız aradan qalxacaq. Və bizim Azərbaycan, Orta Asiya türklərinin üzərinə gələn baskılar da dəf olunacaq və biz 7 Cumhuriyyətlə 21-ci əsrdə bir türk əsri deyirlər, zaman-zaman söylənilir 21 və türk əsri olmanın təməlləri qoyulur bugün. Bu dəniz gəzintisi də biz birik deməkdir. Yəni Anadolu'da yaşadı, Azərbaycanda yaşadı, Borçalı'da yaşadı, fərq etməz. Biz birik, Doğu Türkistanda yaşadı. Eyni millətlik, eyni qanımız var, eyni hədəflərimiz var, eyni düşmənlərimiz var. Yəni bizim bir olmaqdan, iri olmaqdan, diri olmaqdan başqa yolumuz yoxdur. Zaten bugünkü gəzintimizdə o yolun bir başlanğıcıdır. Mən Borçalı Türkləri Birlik Başkanı olaraq dünənki baş tutan qurultayımızın
Ola bilər, kimlərsə düşünə bilər, əskikliklər var, falanlar var. Elə bir böyük organizasyonda əskikliklər ola bilir. Yəni bizim iradəmiz, bizim gücümüz bunun doğru yol olduğunu Türk insanına birinci olarak yansıtacağıq. Bölücü bir düşünce yoktu burada. Qarabağ türkləri bir mədəni məişət nümunəsidir və amma təmiz türklərdir və bunu hər hansı bir formada məhzəb bölücülüyünə çəkmək, məhəlli bölücülüyünə çəkmək qəti yasaqdır düşüncəmə görə. 300 milyonluq Türk dünyasının bir ayrılmaz hissəsi olaraq öz sözünü deyəcək ki, dünən qurulan birlikdə Seyfullah bəyin başkanlığında Türk dünyası kazanacak. Ve onun içerisinde Borçalı da kazanacak. Azerbaycan da kazanacak. Hökmen kazanacak. Ve tabii ki dünyanın hedefinde Anadolu'dur. Anadolu insanı da bilməlidir ki, əsgərləri hazır olarak dayanıp dünyanın her bir yerinde. Yani o düşmanlara direniş göstermek için biz varıq. Sağ ol. İstanbul könüllerin paytaxtı. İstanbul ruhun, duyğunun paytaxtı. İstanbul sevdanın paytaxtı. Və İstanbul bir dünya bizim için. Şəxsən mənim için. Mən İstanbulda bugün özümü, kendimi 1453'teki Fatih Sultan Mehmet'in İstanbul'u alarken onun əsgərlərinin hansı gücdə olduğu gücdə hiss eləyirəm. Mən o gücdəyim. Bugün mən İstanbul'a bir əsgər kimi gəlmişəm. Bu toprağın bir çocuğu kimi gəlmişəm. Bir anamın qucağına gəlmişəm. Babamın ocağına gəlmişəm. Yurdumun paytaxtına gəlmişəm. Başkəndinə gəlmişəm. Bundan böyük qürur olur mu? Bundan böyük duyğu olur mu? Bundan böyük istək olur mu? İstanbul mənim, demək dünya mənim. Bütün Borçalılar adından. Borçalıda, yani Qarapapaq türklərinin paytaxtı olan o Borçalıdan gelenlerin bütün əksəriyyətinin her biri mən ürəkdə, mən istəkdə, mən sevdadadılar. Orada yaşayan 500 bin Qarapapaq türkünün Türkiye Cumhuriyetinde yaşayan milyonlarla Qarapapaq türkünün ve Azerbaycan'da, Rusya'da, dünyanın başka ölkələrində olan bütün Qarapapaq türklərinin hamısının salamını çatdırıram sizlere. Öpürəm bütün Türklüyü, bütün Turan dünyasını ve ben gurur duyuram ki ben büyük bir qurultaya, büyük bir şərəfli bir cəmiyyətin qurduğu bir görüşe gelmişəm ve orada ben onurlanmışam. Bana değer veriblər. Ben gurur duyuram. Seyfullah Türksoy'a teşekkür edirəm. Muharrem Yıldız'a teşekkür edirəm. Ve bütün bizi buraya yığan bu cəmiyyətin əmək çəkənlərinin her birine teşekkür edirəm. Var olasın kızım. Size de teşekkür edirəm. Var olun. Başlayalım. Nasılsın efendim? Teşekkür ediyorum. Sağ olun. Dünkü kurultayda da vardınız. Nasıl değerlendirdiniz? Şöyle, kişilerin marka değeri de var. Firmaların olduğu gibi. Seyfullah Bey Türk Dünyası ve hizmet dediğimiz zaman bir marka değeri. Bize seve seve her etkinliğinde, bizi davet ettiğinde katkı sağlıyoruz şirketimiz olarak ve şahsımız olarak. Biz tabii iş adamı kimliğimle daha çok ön plana çıkıyor. Biz kendimize bağlı olduğumuz, görev yaptığımız çok sivil toplum örgütünde hizmet adamı olarak ifade ediyoruz. Çünkü Allah-u Teala bazı insanlara rızık nasip ediyor ama hizmeti, hayır herkese nasip etmiyor. Bu da bizim için yaptığımız hizmetlerimizin karşılığı, anlaşılabilirliği konusunda bizim de marka değerimiz oluşması açısından bir örnek. Tabii insanların, ben bir lafım var, işin en değerli serveti hatıraları. O hatıralar ki insanı barıştırıyor, küstürüyor, karakterinizi, şahsiyetinizi ortaya koymanız için bir sebep oluşturuyor. Bu da çok iyi bir sebep. Yine bu etkinliğin ardından Seyfullah Bey geri kalan, dönmeyen, bir gün daha uzatan misafirlerimizle, programımızdan misafirlerimizle bir Boğaz turu yaptık. Bu Boğaz turundan istiyorsanız ben size bahsedeyim. Bugün Karapapakları ağırlıyorsunuz peki. Evet. Tabii Karapapak değil sadece. Bildiğim kadarıyla Türk dünyası çok seçkin, Türk dünyasında birçok seçkin insan da böyle iyi de oldu. İşte biraz da ilahi ikram, hava da güzel. İnsanların bir arada daha çok hasbihal edebildiği bir ortam oldu. Çok yoğundu program. Ben tekrar düne döneceğim. Çok gurur duydum. Seyfullah Bey'e şahsım adına teşekkür ediyorum. Tabii marifet biraz iltifata tabi.
Ben eskiden kızardım ticaretime yeni başladım. O çocukluk yıllarımdan beri ticaret yapıyorum. Ya bir insan bir şey yaptığı zaman illa iltifat mı edilmesi lazım diye düşünürdüm ama öyle değilmiş. Üzerinde uzun seneler çalıştığınız bir şeyin takdirini karşısında beklerken biri gelip de ya bununla ne uğraşmaya değer mi dediğinde gardınız düşüyor, heyecanınız düşüyor. Bu heyecanla, bu azimle hiç heyecanımızı kaybetmeden ortaya bir hatıra bırakmaya çalışıyoruz. Burada en azından insanlarla ilgili de tek başınıza bir hiçsiniz. İnsan çevresinde var oluyor. Bu tekne bile biri kaptanlık yapacak, biri mazotunu koyacak, bir işte yolunu koyacak. Bu hem İstanbul'u turist olarak tanımalar arasında da iyi oldu. Dün de çok gurur verici bir hadiseydi. Ben en azından bu uzun yıllar hatıramda, hafızamda çok özel bir yeri olacak bir etkinlik oldu. Tekrar Seyfullah Bey'e sizin aracınıza şahsına teşekkür ediyorum. O gururu bize yaşattı. Ben de orada bizi de hizmet ödülüne layık gördüler. İnşallah Allah bize nefes verdiği sürece Türk dünyasına ve Türk dünyasına ilgili hizmetlerimize devam edeceğiz. Biz çok teşekkür ederiz. Rica ederim. İstanbul necə buldunuz? Çok güzel, çok güzel. Seyfullah Bey sağ olsun. Dünkü qurultayı necə dəyərləndirirsiniz? Doğrudan ben size diyeyim bu böyük təşkilatdır. Bu təşkil olunan mesele mat kalmışam. Ne cür bunu başa çattırdı. Güzel keçti her şey. Ama görünür ki Seyfullah Bey'in istedadı var belə işlere. Çünkü bu da cemaati toplamağa, yığmağa, yola vermeye o böyük şeydi. Ben öz minnətdarımı ona bildiririm. Uzun ömür. Bu yolu necə götürüp seçip bu yolla da geçse halal olsun ona. Böyük milletin böyük oğludur. Ben elə başa düşürəm. İstanbul hava çok güzel. İstanbul'u çok güzel buldum. Güzel güneşli bir hava. Misafirlerimizle beraber güzel bir gezi yapıyoruz. İstanbul her zaman güzel bir şehir. Ben her zaman derim ki Türkiye'nin kalbi İstanbul'dur. Eğer kalp iyi çalışmıyorsa Türkiye'de bir sıkıntı vardır. Gerçekten Türkiye'nin kalbi İstanbul'dur. Yani öyle bakmak lazım. Ben Refik İmrani, Kars Kafkas Üniversitesi'nin profesörü. Bu etkinliğe katıldım ve çok mutlu olduk ki böyle bir kurultayı ve kültür etkinliğini gördük. Bilirsiniz kara papaklar diyende papak sözü Türk lügatine orta yüzyıllarda girmiş. Ondan çok önce kara papaklar karabaşlar olarak adlanardı. Karabaşların tarihine biz dikkat yetirerikse göreceğiz ki Sümerler de eski dönemde kendilerine karabaşlar diyerdiler. Ve onların nereden dünyaya yani Sümer indiki topraklara yani Bagdad topraklarına yerleştiğini anlatmışlar. Onlar da Türk topraklarından gelmişler. Xəzərin sahilinden oraya gelmişler. Dünənki gün çox böyük değerli bir günüydü, kıymetli bir günüydü. Çünkü elə bil ki bir çağırış idi, bir halay idi, bir haray idi. Ki Türklerin elə bil ki bir çağırışıydı dünənki gün. Qara papaq türklərinin birliği elə Türkiyənin, Türk dünyasının birliği deməkdir. Çünkü mən gözümü açandan bəri nənəmdən, babamdan, yaşlı kişilərdən, qocalardan, nənələrdən həmişə eşitmişəm ki biz qara papaqlarıyıq. Qeyrətdən söz düşəndə deyirdilər ki mən qara papaq oğluyam. Qadınlar deyirdi ki mən qara papaq qızıyam ha. Mənim qeyrətimdən, namusumdan, ismətimdən danış. Yəni ki bu xalqı, bu Türk xalqını, ümumiyyətcə qara papaqları cəngavər, vətən, torpaq, sevgisi, dünyalar qədər olan bir Türk oğlu, Türk qızı kimi anlaşdırardılar bizə, belə tanıdardılar. Mən də elə tanımışam. Bir neçə il bundan qabaq təzəcə sərhəd açılmışdı, məni Karsa çağırdılar. Bir tədbirə, bir şülənə. Orada mən televiziyada çıxış eləyəndə mən dedim ki, biz qara papaqlarıq. Mən eşiyə çıxanda məhtəl qaldım. Ki, nə qədər adam gəlmişdi mənim görüşmə ki, siz hardan gəlirsiniz, haradan gəlirsiniz, siz necə qara papaqsınız? Hancər deyirsən qara papaqlaram? Mən onlara anışdırdım. Bunun təsirinlə həmən bu şeiri o vaxtdan yazmışdım. 12 kitabım çıxıb, bu şeir ikinci kitabımda çıxıbdı.
Deyirəm ki, bu dünyanı keş deylədi at üstə. Halay qurdu ocaq üstə, od üstə. Candan keşi bircə təmiz ad üstə. Türk oğlu Türk, qara papağa qardaş. Qüdrətinlə yeri göyə bağladı. Qılıncınla yağları dağladı. Sevdasından çaylar kimi çağladı. Türk oğlu Türk, qara papağa qardaş. Gör bəllidir söhbətinlə, sözünlə, qılıncınla, qalxanınla, sazınla, hesabsızın hesab çəkdi özünlə. Türk oğlu Türk, qara papağa qardaş. Torpağına göz tikənlə öc olub, düşməninə bac verməyib, bac alıb, qüdrətindən dağlar kimi ucalıb. Türk oğlu Türk, qara papağa qardaş. Od qızıyam, əyilmərəm, o da mən. O kimliyin, bax o sənsən, bu da mən. Nəğmələrlə butalaşam, buta mən. Türk qızıyam, qara papağa qardaş. Türk qızıyam, qara papağa qardaş. Qoy Türkün bayrağı ömür boyu ucalardan dalğalansın. Torpağı şen olsun. Türkdən sava Türkün kimi var? Qoy bu birlik, bu çağırış, ümumiyyətcə bütün Türk dünyasının birliği elə bir Allah'ın bir sevdiği günə düşsün ki, bütöv bir Türk dünyası görmək istəyirəm, arzum budur. Mən ölsəm də evlatlarım görsün, torunlarım görsün ki, Türkün belə birliği var, Türkün belə oğulları var, Fatih kimi neçə yaşında. Peyğəmbər gördü ki, Fatih at belində gəlir. Qoy elə oğullar böyütsün, Türk bayrağını uca tutsun, torpağını göz bəbəyi kimi qorusun, qeyrətini, ismətini, namusunu, gözəlləri möhürləsin, nənə babaları naxışlasın. Sağ olun. İstəyirsinizsə, dünənki gün çox möhtəşəm bir gün idi. Dünənki gün birlik günü idi. Türklərin parçalanması, Türklərin bütün dünyaya yayılması, parçalanmasının və o gün, dünənki gün Türkləri bir yerə çağırış günü idi. Türkləri haraylamaq günü idi. Mən də bir qarapapaq türkü olaraq, bir türk olaraq türklüyümdən fəxr eləyirəm, borçalımdan fəxr eləyirəm. Biz də qarapapaq türküyük. Qarapapaq deyəndə mən, qarapapaq xanımı deyəndə mən bir at belində, saz kürəyində bir xanım şəklini görürəm. Türk deyəndə nədənsə kövrəlirəm. Bayraq deyəndə sazımızı görürəm. Duygulanıram. Allah türklüyümüzü qorusun. Allah bizi bir-birimizə çox görməsin. Türkün sahibi Türkdür. Ona görə də Allah türklərə o qədər güc verib ki, onlar bir-birini hər zaman harda olsalar tapacaqlar, harda olsalar qoruyacaqlar. Sağ ol. Danışmaq istəyirsiniz əlavə nəsə? Yox. Dünənki günlər. Başqa bir şeir istəmişdim. Aha. Şeir laf yaxşı. Bəli, bu türk bacılarımın danışığından sonra mən daha da bir də kövrəlməyə çalışdım. Deyirəm ki, nəğməsi bir, layləsi bir, kökü soyu qayəsi bir, Quranı bir, ayəsi bir, de nədədir fərqim mənim, yaşa, yaşa türküm mənim. Zaman zaman nəsil sorar, al bayrağın uca durar, dünyada ölməz ulular, iki devlət, biz bir millət, şən ol dədə yurdum mənim, de nədədir fərqim mənim, yaşa, yaşa türküm mənim. Ənvər Paşa, Nuru Paşa, dar günümdə gəlib qoşa, düşmənlə girib savaşa, dayağımsan hər gün mənim, yaşa, yaşa türküm mənim. Bir gövdədə min bir budaq, Uyğur, Qazaq, Qarapapaq, Özbək, Qırğız, bir də Qıpçaq, ey qəmli kərküküm mənim, yaşa, yaşa türküm mənim. Buta qurban torpağına, ay ulduzlu bayrağına, Azərbaycan dayağına,
Borçalı dayağına, yenilməzdi ordun sənin. De nədədir fərqim mənim, yaşa, yaşa türküm mənim. Mən yenə bayaq dediyim kimi Türk dünyasına əmin-amanlıq, sülh, dostluq, nəhayət ki, körpəlikdən, uşaqlıqdan arzuladığımız arzularımıza çatdıq. Birlik arzu eləyirəm. Birlik, o birlik, Buta xanım demişkən, birləşin, amandır, elə birləşin. Fələk də baş açıb bilə bilməsin. Dünyanı riyazi hesaplayanlar sizi, bizi, hepimizi toplasa da bölə bilməsin. Sağ olun. Dünənki günümüz çox möhtəşəm idi. Mən çox qürurlandım. Və inanın orada şeir deməkdən çox mən ancaq orada birləşən türkləri seyr etmək istədim. Mən ilk dəfə idi ki, o boyda türklərin bir buket şəklində olduğunu görürdüm. Duyğulandım, həddən artıq çox duyğulandım. Doya-doya seyr eləmək istədim, danışmaq, şeir demək istəmədim. Və bir şey orada da qeyd elədim ki, mən bir türk kişisində 1000 türk kişisinin qeyrətini gördüm. Oradakı o toplam neçə sayda türk var idisə, bütün dünyanın türklərinin qeyrətini gördüm və elə orada da qeyd elədim, burada da qeyd eləmək istəyirəm ki, dünya türklərindir, dünya türkün balasıdır deyirəm. Yəni biz bu türk dünyamızı qorumalıyıq, necə ki ana övladını qoruyur, biz türklər də dünyamızı qoruyaq, öz türk dünyamızı qoruyaq deyirəm və deyirəm ki, yaxşı yaşamağın ustası olsan, bir də bu dünyaya gəlməyə dəyər. İxtiyarın olsa alın yazsın, Tanrının hökmü ilə silməyə dəyər. Bir də bu dünyaya gəlməyə dəyər. Sevincin azmasa gəlsə ara bir, vüsalın həsrəti silsə ara bir, taleyin üzünə gülsə ara bir, dərdin sifətinə gülməyə dəyər. Bir də bu dünyaya gəlməyə dəyər. Dayan qulluğunda Allaha xatir, dünyanın dilinə təzə söz gətir, onda bu dünyanı tam sətir-sətir oxuyub, öyrənib, bilməyə dəyər, bir də bu dünyaya gəlməyə dəyər. Ulduzlar sarışar könlüm incələr, ayın işığında ruhum dincələr, gündüzdən şən olsa zülmət gecələr, günü iki yerə bölməyə dəyər, bir də bu dünyaya gəlməyə dəyər. Zöhrə, taleyində zər işidir o, hər yetən atanmaz ər işidir o, əgər bacarırsa nər işidir o, yaşaya bilən üçün ölməyə dəyər, bir də Türkiyəyə gəlməyə dəyər. Eşq olsun Türk qardaşlarımıza, Türk soydaşlarımıza. Sağ olun. Bugün Dünya Karapapak Türklerinin birinci kurultayını bitirdik. İşte bugün Karapapak kardeşlerimizle ve Türk dünyası temsilcileriyle birlikte dünyanın incisi olan Boğazımızı turluyoruz, ziyaret ediyoruz. Tabi burada bu güzel manzarayı gezerken ecdadımızı minnet ve rahmetle yad etmek istiyorum. Dünyanın bize, özellikle Batı'nın niye düşman olduğunu da çok iyi anlamak lazım. Böyle bir güzel coğrafyayı bize hediye eden ecdadımız tabii ki hakikaten her türlü minnetle şükranı, takdiri hak ediyor. Ve bugün bahsettiğimiz gibi Dünya Karapapak Türklerinin kurultayı sonrası bu kurultayın Türk dünyasına, Türk İslam dünyasına inşallah hayırlar getirmesini temenni ediyoruz. Güzel bir organizasyondu. Açıkçası dün 1000'in üzerinde davetli ve bunların bir kısmı yurt dışından gelen temsilciler olmak üzere mükemmel bir organizasyon gerçekleştirildi. Organizasyona katkı sağlayan başta ev sahibi Seyfullah Türksoy Bey ve bizim Selahattin Turan Bey kardeşimiz ve tüm ekibine de buradan şükranlarımı iletmek istiyorum. Tabii Türk dünyası bir büyük çınar. Bu çınarın bir parçası Karapapak Türkleri. Bugün dün de oradan ifade edildiği gibi yüz binlerce Karapapak Türk'ü kendi vatanlarından uzak adeta sürgün hayatı yaşamakta dağınık bir şekilde. Umut ederiz ki Türk dünyası bir gün ayağa kalkar. Büyük Türk İslam coğrafyası dediğimiz bu coğrafyada mazlumlar hak ettiği şekilde özgürce, insanca yaşam haklarını elde ederler.
beklentimiz ve temennimiz budur. Bugünkü günümüz çok güzel bir gündür. İlk önce mən kardeşimiz, dostumuz Seyfullah Bəy'ə çox təşəkkür edirəm. Bu güzel günü bize bu insan yaşadır. Dünənki günümüz daha da güzel, möhtəşəm bir gün oldu. Bu bizim kardeşlik, dostluq, hepsinin bir yerde olmak için güzel bir şərait oldu. Bugün daha güzel. Sərbestlik, rahatçılıq, ürəyimiz rahat oldu ki, dünənki günü keçirdik, rahatçılıq oldu. İstanbul güzel bir yer. Bura bizim ata-baba yurdumuz, dede yurdumuz, bizim özümüzün, hepsi özümüzün. Geldik burada da başka arkadaşları gördük, başka bölgelerden gelmiş Qarapapaq türklərini gördük. Bu bizi çok ürəklendirdi, daha da coşturdu, daha da yakın olmağa çağırdı bizi. İnşallah gələcək işlərində bu kardeşin yanında biz her zaman varıq, yardımçıyıq, bir əskər olarak yardımçıyıq. Bize lazım değil, bizim generalımız var, başçımız var, biz onun etrafında əskər olarak hazırıq. Biz bu işlə çok ürəklə yanaşırıq, çok kalblə buna sevinirik. Çok sağ ol kardeşim, çok sağ ol. Evet, bugün biraz stres atıyoruz, yorgunluk atıyoruz. Çünkü Dünya Qarapapaq Türkleri 1. Kurultayı bizim yaklaşık 2 ay, 3 ay boyunca emek verdiğimiz önemli bir toplantıydı, buluşmaydı. Orada yaklaşık 10-12 ülkeden çok değerli dostlarımız katıldı. Değerli sanatçılar, şairler, yazarlar, profesörler, siyaset adamları, kanaat önderleri, iş adamları ve yaklaşık 2500 kişilik salon komple doldu ve gelen insanlar gerçekten çok saygıdeğer insanlardı ve biz orada dünyaya bir mesaj verdik. Qarapapaq Türklerin buluşmasıyla biz aslında Türk dünyasının önemli konularını da gündeme getirdik. Bayırbucak Türkmenlerini, Doğu Türkistan'ı, Karabağ'ı, Musul'u, Kerkük'ü ve diğer pek çok konuyu gündeme getirdik. Bu yönüyle dünkü kurultay aslında çok büyük önem taşıyan bir kurultaydı. Bir kere Qarapapaq Türkleri olarak ilk defa, yani belki de ben bildiğim bileli zaten o anlamda, o büyüklükte bir toplantı görmemiştim. Ama çok şükür ki böyle bir toplantıyı yapmak bize nasip oldu. Orada her şeyin en iyisini yapmaya çalıştık. Mesela orada Kafkas Kartalları dans grubu o 50 kişilik muhteşem kadrosuyla inanılmaz bir Kafkas gösterisi yaptılar. Ki o grup dünyanın bana göre en iyi dans gruplarından biri ve muhteşem bir performans sergilediler. Aynı şekilde Bursa Mehteri, Bursa Ertuğrul Gazi Mehter takımı 70 kişilik kadrosuyla inanılmaz güzel bir sunum yaptılar. Orada tarihimizi, Osmanlı kültürünü canlandırdılar. Yine Borçalı'dan, Azerbaycan'dan pek çok yerden gelen sanatçılarımız, aşıklarımız, ozanlarımız birbirinden güzel eserlerle burada Türklük ruhunu ve Borçalı ruhunu, Qarapapaq ruhunu yeniden canlandırdılar, şad ettiler. Dolayısıyla böyle bir etkinliğe, böyle bir kültür faaliyetine öncülük yaptığımız için kendimi çok bahtiyar hissediyorum. Bugün de dostlarımızla, kardeşlerimizle İstanbul'un güzelliklerini yaşıyoruz. İstanbul aslında Türkiye'nin en güzel şehri, dünyanın en güzel şehri, evet bunları biliyoruz ama İstanbul aynı zamanda Türk dünyasının başkentidir, payitahtıdır. O yüzden biz dedelerimizin, babalarımızın bize miras bıraktığı bu muhteşem ecdat yadigarını, payitahtımızı doyarak, severek yeniden geziyoruz, o güzellikleri yaşıyoruz ve bundan sonra da inşallah bu dostlarımızla, bu kardeşlerimizle Türk dünyası konusunda, Qarapapaq Türklüğü ve genel olarak da Türk dünyası konusunda zaman zaman davet edeceğiz. Bazen biz gideceğiz, bazen onları buraya çağıracağız. Böylece bu güzellikleri yaşamaya ve yaşatmaya devam edeceğiz. Çok teşekkür ediyorum. Biz teşekkür ederiz. Sağ olun.